İslam dini də daxil olmaqla səmavi dinlərdə ümumiyyətlə təmtəraqlı qəbir daşı deyə bir anlayış yoxdur. Sadəcə nişangah var ki, məzarların itməməsi və ziyarət olunanda yerinin tapılması üçün hansısa bir əşyadan, daşdan, dəmirdən və müvafiq bir şeydən nişangah qoyulsun. Bu, müxtəlif İslam ölkələrində fərqli bir üsullarla icra edilən bir məsələdir. Ancaq nə yazıq ki, sonralardan Peyğəmbərin nəsihət və vəsiyyətlərinin əleyhinə olaraq qəbirlərin üstündə günbəzlər, məscidlər tikdilər, təmtəraqlı daşlar, bahalı məqbərələr qoydular və bu israfçılığa gətirib çıxartdı. Hərçənd ki, burada bir haşiyə çıxmaq lazımdır. Tanınmış məşhur şəxslərin üstündə hansısa bir abidənin tarixi əhəmiyyətini qorumaq üçün tikmək olar. Bunlar məqbuldur. Ancaq bütün ümumiyyətlə, ümuma tətbiq olunması ki, bütün bu qəbirlərin üstündə bahalı daşlar qoymaq, böyük məqbərələr tikmək, bu haram və günahdır. Bütpərəstliyin əlamətlərindən biri kimi xarakterizə olubdur İslam dinində. Və bununla yanaşı israfçılıq nöqteyi nəzərindən bu haramdır konkret şəkildə. Bugün təəssüf olsun ki, ölkəmizdə də əsasən Bakı şəhərində və müxtəlif rayonlarımızda insanlar sanki qəbirstanlıqda yarışa giriblər. Əsas da imkanlı şəxslər daha da təmtəraqlı daşlar qoyurlar, vəzifəli şəxslər böyük yerləri zəbt edirlər qəbirstanlıqlarda. Bu qanunla müvafiq şəkildə də standart daşlar deyə bir ölçü vahidi var, amma bu ölçüdən kənara çıxır hamı. Mən hesab edirəm ki, ciddi qanun qəbul olunub, bunun da üstündə durulmalıdır. Yoxsa bu məzarlıqlarda yer qalmayacaq. Çünki böyük daşlar qoyulanda yerlər də istər-istəməz böyük yerlər zəbt olunmuş olur və bu nəzarətdən çıxır. Bugün məzarlıqlarda bəlkə də milyonlarla vəsait israf olunubdur. Onun əvəzinə yol çəkmək olardı, bulaq düzəltmək olardı, kasıb miskin adamlara əl tutmaq, kömək etmək olardı. Bu eyni zamanda sosial nizamı da pozur və bir sanki ziddiyyət yaranır. İnsanlar da bir-birinə rəqabətə girir ki, başqası gətirdi, qoydu daşı, mənim də ölümün baş daşı onun yanında cılız görsənəcək, mən də gətirim onun deməli, yanında özümə müvafiq şəkildə böyük bir daş qoyum. Bax, bu günahdır və düzgün deyil. Bunun yaxşı olar ki, bizim bu din xadimlərimiz, aidiyyatı şəxslər, ağsaqqallar tövsiyələr eləsinlər, insanlara məsləhət bilsinlər ki, bu şeylərin qarşısı alınsın. Heç bir müsəlman ölkəsində bizdəki kimi bu dərəcədə bahalı məsrəfçilik, israfçılıq, təmtəraqlı daşlar yoxdur. Standart daşlar var, ərəb ölkələrində olsun, digər müsəlman ölkələri, elə qardaş Türkiyənin özündə olsun. Kiçik həcmli daşlar qoyulur və yaxud da başqa bir əşyalardan ibarət bir nişangahlar qoyulur ki, məzarın yeri tanınsın, heç şəkil də qoyulmur. Ancaq bizdə son dövrlərdə şəkil, kamera, çarhovuzlar düzəldirlər, talvar tikirlər, necə deyərlər, üstündə bir iqamətgah düzəldirlər sanki qəbirlərin. Bu, qətiyyən həm bizim adət-ənənələrimizə, əski tarixi mədəniyyətimizə zidd olan bir şeydir. Hərəsi bir qövmdən, bir xalqdan, bir tərəfdən keçmiş bir şeylərdir. Həm də birmənalı şəkildə dinimizdə bu şeylər haramdır. Haramdır, yəni konkret olaraq haramdır. Çünki burada israfdır. Yəni məzarlıqda gedib bir hesab aparasan, görəsən orada neçə milyonluq vəsait israf olunubdur. Axı ora sadə daş qoysan olmayacaqdı ki, nə məcburdur ki, o böyük daşları qoyasan. Yəni insanlar imkanlı olduğunu, varlı olduğunu, şöhrətbazlığını sanki bu yerin üstündə işıqlı dünyada göstərəndən sonra qaranlıq dünyada da göstərmək istəyirlər. Qəbirstanlıqlarda da bu yarışı davam eləmək istəyirlər. Bu düzgün deyil. Bu bizim millətimizin xarakterinə, necə deyərlər, etnik xüsusiyyətlərinə də uyğun gələn bir məsələ deyil. Mən indi onun dərinliyinə getmək istəmirəm ki, bu qara mərmərlər, bu daş ümumiyyətlə nə vaxtdan dəbə salınıbdır. Bir də ki, bu sahədə deyirlər ki, bu monopolistlər var, yəni inhisarçılar var ki, bu qara mərmərləri, bunlar bahalı daşları ölkəyə bunlar ixrac eləyir və ona görə də bunların da daşı satılmaq üçün bu məsələdə dəbə minibdir. Yəni, bax, bununla bağlı da bir araşdırmalar aparılmalıdır, bir konkret bir mövqe ortaya qoyulmalıdır və hesab edirəm ki, hətta bu lazımdırsa, Milli Məclisdə də müzakirə qoyula bilər, bu məsələlərin qarşısı alınsın. Çünki necə ki, biz deyirik, ehsanları təmtəraqlı şəkildə olan süfrələri yığışdırmaq lazımdır, ehsan adı ilə baş tutan qonaqlıqları, yaz qonaqlıqlarını yığışdırmaq lazımdır, onda qəbir daşını ondan qabaq yığışdırmaq lazımdır. Çünki qəbir daşlarında ehsandan daha böyük israflara yol verilir. Əgər ehsanda bir 2000-3000 ölünün sahibinin xərci çıxırsa, daş qoyanda ondan 2 qat, 3 qat artıq xərci çıxır. Bax, buna görə bu məsələlər müzakirə edilib, konkret standart məzar daşları, yaxud da bir nişangahları qərarı qəbul edilməlidir və standart şəkildə hamısı bundan istifadə eləməlidir. İndi də bu keçən keçdi, bu qoyulan daşları təzədən gedib uçurub dağıtmaq da olmaz. Bunu bir qərar qəbul olunsa da bu düzgün gəlməz. Amma da bundan sonraki mərhələdə də o sadə daşlar olmasa, artıq getdikcə bu məsələ şişir. Yəni, siz təsəvvür edə bilərsiniz ki, məzarlıqlarda insanlar deməli getdikcə
daha da bahalı və daha da üstün, böyük həcmli daşların qoyulmasına üstünlük verirlər. Deməli, bu kodlar var. Yəni bu qəbrin üstündə bunu müəyyən bu müasir metodlara uyğun olaraq qoyurlar. İnsanın tərcümeyi halı orada və yaxud da ki, çəkiliş kameraları, müşahidə kameraları mən görmüşəm, məzarların üstündə qoyulubdur. Talvarlar tikilib, yəni belə böyük bir çarhovuzlar salınıb və orada o kameralar, müşahidə kameraları və s. Yəni sanki bir saray tikilir orada, sanki bir məqbərə, iqamətgah düzəldilir. Bax, bu bir xaosdur. Yəni bunun qətiyyən qarşısı alınmır. Bununla məşğul olan adamlar sanki yox. Məzarlıqda böyük bir biznes, alver gedir. Yəni bu belə düzgün deyil. Bu nə dinimizə uyğun bir məsələdir, nə də ki, bizim qanunlarımıza uyğun bir məsələdir. Ona görə qəti şəkildə bu məsələnin qarşısı alınmalıdır. Həzrət Peyğəmbər buyurur ki, mənim öləndən sonra məzarımın üstünü dörd barmaqdan üstü qaldırmayın, məzargaha çevirməyin, ziyarətgaha çevirməyin, məscid tikməyin. O özü haqqında bunu belə deyib, amma nə yazıq ki, sonradan buna riayət eləmədilər. Və o da daha təəssüflüdür ki, bizim ölkəmizdə də başqa müsəlman ölkələrindən daha bərbad bir şəkildə israfçılıqdır. Bu, ola bilər, indi Sovet dövründə İslamdan uzaq düşməklə əlaqəlidir. Çünki, məsələn, qeyd elədim, ərəb ölkələrində və Türkiyədə, eyni zamanda Orta Asiya türk dövlətlərində də belə məsələlər, belə ənənələr yoxdur. Bizim ölkəmizdə amma bu adamlar şöhrətbazlıq yarışına girərək məzarlıqlarda yarışa keçiblər. Kim daha bahalı daş qoyacaq, kimin atası məmur olub, kimin atası varlı olub, onun da üstünə 4 metr, 5 metr hündürlüyündə məzar daşları qoyurlar. Bu çox gülünc və bəsitdir. Bu açığı bizim xalqımızın, millətimizi bir yaxşı tərəfə, yaxşı istiqamətə aparmır. Qıraqdan baxanda da çox əcaib və qəribə görünür. Bu qətiyyən düzgün deyil. Bunu mən hesab edirəm ki, aidiyyatı dövlət qurumları qəti şəkildə qarşısını almalıdır.